Yoldaşım mama uşağıdır. Yəni maması öl desə ölür, qal desə qalır. Və biz artıq 10 ildir evliyik. Bunun bu xasiyyəti bizim evliliyimizi də, həyatımızı da məhv eləyir. Mənim 2 övladım var və evlənməzdən əvvəl mənim öz salonum var idi, öz əlimdə işim, öz qazancım var idi. Lakin evlənəndən sonra qaynanam hökm sürdü ki, bir qadın heç vaxt pul qazana bilməz. Bu bizim ailəyə uyğun deyil. Ona görə də mənim salonumu da bağladılar və artıq mənim heç bir işim qalmadı. Hazırda ailəmizin büdcəsi də qaynanamda olur. Yəni yoldaşım maşın gətirir, qaynanama verir və yalnız o münasib gördüyü qədər bizə pul verir və biz onunla mən öz övladlarıma və özümə xərcləyə bilirəm. Yalnız o icazə verəndən sonra. Əgər o məsələn mən özümə paltar almaq istədim, qaynanam vermədisə, deməli mən o pulu xərcləyə bilmirəm. Mən o nəyisə özümə ala bilmirəm. Və mənim bir zamanlar öz əlimdə işim, öz azadlığım vardı. Bununla bərabər qaynanam qızını da boşadıb, gətirib oturub evdə. Onun uşaqlarına da mən baxıram. Onlar ikisi də ancaq baldızımla qaynanam mənə həyatı zindan edib. Bu bir izləyici hekayəsi idi. Xanım dünən yazmışdı ki, xahiş edirəm mənim də hekayəmi paylaşın. Bugünlük bu qədər. Çox təəssüf ki, belə qaynanalar, belə baldızlar var.